Elektromobillər bahadır. Radiasiya var, elektrik stansiyaları yoxdur. Yeni texnologiyalar hər zaman mübahisələr yaradır. Elektrik avtomobillərinin ətrafında da çox sayda miflər gəzir. İndi o miflərə baxaq və onların təkzibini söyləyim. Belə bir mif gəzir ki, elektrik avtomobillərində radiasiya var. Amma çox adam radiasiya və elektromaqnit sahəsini səhv salır. Radiasiya nüvənin parçalanması və rentgen şüalarıdır. Elektromaqnit sahəsi isə bütün elektrik avadanlıqlarının ətrafında yaranır. Həmçinin elektromobilin, mobil telefonun, Wi-Fi routerun, soyuducunun, hətta televizorun ətrafında, yəni elektriklə işləyən hər bir avadanlığın ətrafında bu elektrik sahəsi yaranır. Elektromobil də o digər avadanlıqlar qədər elektromaqnit sahəsi yaradır və bu təhlükəli deyil. Digər bir mif elektrik avtomobillərin batareyalarla bağlıdır. Onların ömrü 8-12 il və daha çoxdur. İstehsalçılar isə 160 minə kimi zəmanət verirlər. Miflərdən biri də elektromobillərin yürüyüş məsafəsi azdır. İndi ona baxaq. Müasir elektromobillər bir şarjla 400-800 km arasında məsafə qət edə bilir. Bəzi elektromobillər isə 1000 km-ə qədər yol gedə bilir. Digər miflərdən biri də odur ki, Azərbaycanda yetərli qədər elektrik doldurma stansiyaları yoxdur. Amma bu yanlış fikirdir. Çünki artıq Azərbaycanda ondan çox elektrik doldurma stansiya şəbəkəsi var. Biz iVoltdan istifadə edirik. iVoltun artıq Bakıda və regionda 200-dən çox stansiyaları var və onları tapmaq çox asandır. Tətbiq vasitəsilə yaxındakı elektrik doldurma stansiyasını tapırıq və onun vasitəsilə də həmin elektrik doldurmanı nəzarət edirik. Miflərdən biri odur ki, elektromobil yavaşdır, amma bu belə deyil. Avtomobil çox sürətlidir. Çünki elektrik motorları daxili yanma mühərrik motorlarından çox sürətlidir, çox güclüdür. Miflərdən biri də qiymətlərlə bağlıdır. Elektromobillər bahadır. Amma onların qiymətləri tədricən aşağı düşür. Elektromobillər gömrük vergisinə və ƏDV-dən azaddır. Ümid edirəm ki, 1 yanvardan da bu davam edəcəkdir. Digər tərəfdən yanacaq və servis xidmətləri daxili yanma mühərriklərindən daha aşağı olduğu üçün uzun müddətli perspektivdə elektrik avtomobilləri digər avtomobillərdən daha ucuz başa gəlir. Elektromobillər də digər avtomobillər kimi zəmanətə ehtiyacı var. Ona görə onları rəsmi diler salonlarından almağı tövsiyə edirəm. Nəticə olaraq deyə bilərik ki, elektromobillər əslində çox sərfəli avtomobillərdir. Lakin yeni texnologiyalara bir müddət lazımdır ki, onlar insanlar tərəfindən etibar qazansın. Getdikcə şəhərdə sıxlıqlar və yanacaq qiyməti yüksəldiyi üçün elektromobillər məncə daha sərfəli olacaq və önə çıxmaq imkanı qazanacaqdır. Çəkilişlər üçün Xpeng G9 avtomobilini Azərbaycandakı rəsmi diler təqdim etdi.